Belə bir məsələyə baxaq. Şərtə əsasən 5 və T simvolunun kodlarının 8-lik say sistemindəki cəmi tapmağımız tələb olunur. Cədvələ nəzər yetirək. Cədvəldə bu hissədə hansı say sisteminin verilməsi mühüm əhəmiyyət kəsb edir. Deməli, onluq say sistemi verilib, gündəlik həyatda istifadə edildiyimiz say sistemi və bizdən 5 və T simvolunun qarşılığını istəyir. Gəlin birinci 5 simvolunun qarşılığını tapaq. Deməli, 3-ün onluq say sistemində qarşılığını 60 verir. Aşağıda qeyd edirəm. Və 5-i soruşur. 3 və 5 arasında bilirik ki, onluq say sistemində 4 dayanır. Əgər 3-ün qarşılığı 60-dırsa, 4 olur 61, 5 də olur 62. 5-in onluq kodunu tapdıq. Gəlin indi T-ni tapaq. T-ni cədvəldə qeyd edirəm. Cədvəl üzərində izah edəcəm. Deməli, cədvəlin bu hissəsinə nəzər yetirin. Bu hissədə böyük B və T, bir də kiçik B və T verilib. Arasına bir xətt çəkək. Böyük B və T arasında olan fərq kiçik B və T arasında olan fərqə bərabər olacaq. Deməli, 78-in üzərinə 3 gələndə 81 alınır. 93-ün üzərinə də 3 gəlib, kiçik T-nin kodunu alırıq, yəni 96. Və şərtdə baxın, burada yazılıb cəmi. Bu aldığımız kodların cəmini tapmalıyıq. Yəni 5-in qarşılığı 62, üzərinə gəlirik T-nin qarşılığı olan 96-na. Cavab 158. Lakin bu onluq say sistemindədir. Burada yazılmışdı axı onluq say sistemi. Bizə isə, baxın, şərtdə yazılıb ki, 8-lik say sistemi. Deməli, onda bu onluq say sistemində yazdığımızı 8-lik say sisteminə çevirməliyik. Çevirmə qaydasını əvvəlki videolarda izah eləmişdim. Burada da indi qısa şəkildə izah edəcəyəm. Bunun üçün 8-ə bölürük. 8-ə o zamana qədər bölməyə davam edirik ki, qismətdə yazdığımız sonuncu ədəd 8-ə bölünməsin. İndi bunu bu misal üzərində izah edirəm dediyimi. 158-i 8-ə bölürük. Düşür 19 dəfə 152. Qalıq düşür 6. Əsas qalıqları işarələməliyik, çünki qalıqlar bizə lazım olur. Yenə 19 8-ə bölünür deyə 19-u 8-ə bölürük. 2 dəfə 8 16. 19-dan 6 çıxırıq 3. Burada alındı 2. 2 8-ə bölünürmü? Xeyr. Ona görə burada dayanırıq. Az öncə tərifdə də dedim ki, 8-ə bölünənə qədər davam edirik. 2 8-ə bölünmür deyə dayandıq. Bunu sondan əvvələ doğru yazırıq. Birinci yazırıq 2, sonra 3, sonra 6. 8-lik say sistemində bu ədəd cavablarda D variantındadır. Cavab olur D variantı.